Salam əziz izləyicilər. Xankəndiyə getmək üçün Boltun mobil tətbiqi üzərindən taksi sifariş edərkən Boltun tətbiqində gördüm ki, şəhərdə bir çox küçələrin adı hər də erməni adları ilə qeyd olunub. Bu narahatlıq doğrudan ciddi məqamlardan biridir. Azərbaycan ərazisində yerləşən və dövlətimizin suverenliyi altında olan bir şəhərdə hər də küçə adlarının dəyişdirilmədən saxlanılması olduqca məntiqsiz bir haldır və fikrincə bu istiqamətdə təcili tədbirlər görülməsi məqsədə uyğun olardı. Məsələ ilə bağlı Boltun İctimaiyyətlə Əlaqələr şöbəsindən Nigar xanımla əlaqə saxladım. Onun verdiyi açıqlamanı sizlərə təqdim edirəm. Nigar xanım, yenə hər vaxtınız xeyir olsun. Mən bilmək istəyirəm ki, bu nə ilə bağlıdır ki, Nigar xanım ki, Waze-də çıxmır bu problemlər, erməni küçələri. Mən Xankəndiyə səfər etmək istəyirəm, taksi sifariş edirəm. Yalnız Waze-də çıxmır, amma Boltda çıxır. Bu səbəb nədir? Bu Waze-də deyil, bu Maps-dəndir, bu kartdandır. Bilirəm, Waze xidmətində bu çıxmır. Niyə məhz elə Boltda çıxır? Çünki bizə olanla, değil mi, qarşı oradan alınır o kart. Bəs yaxşı, bizim bu haqlarımız pozulmur, Nigar xanım. Biz yazmışıq onları ki, dəyişsinlər. Hər şey yazılan deyil, Nigar xanım. Onda siz xalq hazırda həmin o istiqamətdəki olan xəritənin fəaliyyətini dayandırın. Zəhmət olmasa. Bizim bu haqqımıza girilir axı. Orada neçə min Mən çox üzr istəyirəm. Siz özünüzü təqdim eləmədiniz. Mən edəcəm indi. Neçə minə yaxın şəhidimiz var. Bilirəm, əlbəttə bilirəm. Bəs bu hörmətsizlik də Nigar xanım, bilirsiniz? Yox, biz tərəfdən deyil hörmətsizlik. Yəni bizdən asılı olsaydı əlbəttə ki, onda niyə xidmət aparırsınız Azərbaycan vətəndaşı? Biz onu dövlət qurumlarına yazmışıq, dövlət qurumları tərəfindən cavabı gözləyirik ki, bunu necə həll etmək olar? Yəni biraz proses çəkir. Bəlkə siz digər partnyor şirkətə Waze-ə bir sorğu göndərərsiniz, onlar bunu necə edib? Onu mən dəqiqləşdirərəm, bəlkə də onlar əlaqə saxlayıblar. Yəni mən eləmirəm o işi. Bizim əməkdaşlar yəni sizə xoş olar ki, yəni siz mənim yerimə olun, mən mətbuat xidmətində Boltda işləyim. Siz sifariş taksi verirsiniz və erməni küçələrinin adları çıxır orada. Əlbəttə ki, xoş olmaz. Əlbəttə ki, mən sizinlə razıyam. Sadəcə məndən asılı olan bir işdir, bu biraz vaxt çəkir. Biz rəsmi qurumlara yazmışıq ki, bu məsələni həll edirik. Mən bir Azərbaycan vətəndaşı kimi, həm bir bloger kimi sizdən xahiş edirəm. Siz şirkət rəhbərinə bizim bu xahişlərimizi, bu iradlarımızı bildirin. Videobloger Ata Abdullayevdir. Tamam Ata müəllim, oldu. Və inanıram ki, Waze-dəki kimi sizin də şirkət üzərindən axtarış veriləndə səfərə, yəni növbəti sifariş verərkən bu cür hallarla rastlaşmayacağıq. Onu da nəzərinizə çatdırım ki, Waze tətbiqində bu cür hallarla rastlaşmadım. Məsələn, diqqətdə saxlayacağım, məndən bu qədər.